Baxırıq 11-ci suala. Sualda məsələ nədir? Deyir ki, kubun bütün üzvləri göstərilib. Kubu atarkən verilmiş kombinasiyalar falan ehtimalları tapıb sualları cavab. Bu dörd dənəsinin ehtimalını tapmalısın. Aralarında iki böyük olanların cəminin iki kiçik olanların cəminə nisbətini tapmalısın. Bax, burada kubun bütün üzvləri göstərilib. Şərtdə deyir onsuz da. Normalda bilirik ki, kubun 6 dənə özü var. Kubun 6 dənə özü varsa, bax, baxıram ki, bizdə hansı hərflərdir? Burada verilib bizə B hərfləri, B verilib, Ə hərfi verilib, N hərfi verilib, bir də A hərfi verilib. Bir də T hərfi verilib. İndi 600-dən cəmi bir dənəsi B hərfidir, düzdürmü? Ona görə də B-nin düşmə ehtimalı olur 6-da 1. Ə hərfindən istənildi, cəmi bir dənədir. Ə-nin də düşmə ehtimalı olur 6-da 1. N hərfi. N hərfi neçədəndir burada? Bir dənə də cəm. N-nın da düşmə ehtimalı 6-da 1-dir. A hərfindən 2 dənədir, düzdür? A hərfindən 2 dənədirsə, A-nın düşmə ehtimalı neçə olacaq? 6-da 2, yəni 3-də 1. T hərfindən bir dənə də axı. T-nın da düşmə ehtimalı elə 6-da 1. Yəni 600-dən cəmi bir dənəsi T-dir. Belə deyək. Burada problem yoxdur yəqin ki. Hər hərflərin düşmə ehtimalını tapırsan 600-ə nəzərə. Hə, indi. İndi nə edirik? Bax, sən burada ehtimalları tapmalısın. Birinci baba sözünə baxma. Bax, birinci tapıram baba sözünü. Baba sözündə B hərfi, B-nin düşmə ehtimalı 6-da 1 vurulsun. A-nın düşmə ehtimalı 3-də 1 vurulsun. B-nin düşmə ehtimalı yenə 6-da 1 vurulsun. A-nın düşmə ehtimalı yenə 3-də 1. Edir 36, 324-də 1. Bu oldu baba sözünün düşmə ehtimalı. Ondan sonra. Keçirəm ikinci nənə sözünə. Nənə sözündə N-nın düşmə ehtimalı 6-da 1-dir, Ə də 6-da 1-dir, düzdürmü? 6-da 1-i 4 dəfə bir-birinə vuranda olacaq neçə? 1296-da 1. Yəni 1296-da 1, 36-nın kvadratı. 6-nı 4 dəfə öz-özünə vurursan. 1296-da 1. Gəlirəm üçüncüyə. Üçüncü ata sözüdür. A-nın düşmə ehtimalı 3-də 1-dir, P 6-da 1, A 3-də 1. 3-də 1 vur, 6-da 1 vur, 3-də 1 eləyir 54-də 1. Dördüncü olaraq da nədir məsələ? Ana sözü. Ana sözündən də ki, bax 3-də 1 vur, 6-da 1 vur, 3-də 1. Yenə olur 54-də 1. Ana, aha, qısa. Tamam, burada problem yoxdur ki. Bir hər hərfin, o belə deyək də, ehtimallarını yazandan sonra həmin ehtimalları hərfləri ayrı-ayrılıqda bir-birinə vurursan. Bundan sonra inirsən. Deyir, ən böyük ikisinin ilə ən kiçik ikisinin cəmini olan nisbəti. Ən böyüklər bunlardır da, düzdürmü? Bir iki məxrəci kiçik olan böyük olur. 54-də 1 ilə 54-də 1 toplayanda olur 27-də 1. 54-də 2 eləyir, qısa gedəndə qalır 27-də 1. 324-də 1 ilə 1296-da 1-i toplayırsan indi. 1296-da 1 ilə 324-ü toplayanda neçə eləyəcək? Bunun üstünə gəlirəm 1296-da 1. 1296-da 5 eləyəcəm mən. Hələ bu 1296-da neçədir? Hə, bu 1296-da 4-dür. Ayşə, bax, bunun hər iki tərəfini bəli 4-ə vursa, olur 1296-da 5 Ayşə. Yəni bunu bölürsən 1296-da və onların nisbətlərini tapacaqsan. 1200, bunu bölürsən 1296-da 5-ə. Bu da nə deməkdir? Yəni bunu tərsinə vurmaq, düzdürmü? Yəni 27-də 1 vurursan 1296-da 5-ə. İxtisarları aparırsan, 1296-nı 27-yə böləndə bölmək olur deyəsən. 1296 dedi 2 şeydir, 6 üstü 4-dür. Bu da 3-dür. Bunu belə yazaq. 1296 yazaq. 6-nı 8 yazıram. böl 3 5 eləməli deyilmi? üstüdür. Bəli. 8 böl 5 eləməli. 3 üstü 3 vurulsun 5. 3 üstü 4 ilə 3 üstü 3 gedir. Nəsə burada 3 qalır. 48 böl 5. Hə, ayısı. 48 böl 5.
Müəllim. Çətin sual deyil ki. Yo yo çətin deyil müəllim. Bu 9-cu olmadı. O axirət soluna oxşuyur. Ha, mən də o deyəcəydim. 9. Baxaq görək. Qayış və dişli çarxlar vasitəsilə fırlanma. Bir nömrəli dişli çarxdan iki nömrəli dişli çarxa ötürülür. Bu bununla fırlanır gəlir bura. Əgər ki, bu gəlir ötürür buna, bu buna, bu nəsə. İki nömrəli dişli çarxın 110 dövr etməsi üçün bir nömrəli dişli çarx nəsə dövr etməlidir. Bax, iki nömrəli dişli, burada bilirsiniz də, hər diş bir hamısında nə olsun ki, bu misal üçün, nə bilim, 7 dişi var, nə olsun bunun 15 dişi var, məsələn, saymıram da. Burada dişdən dişi ötürülür də, bax. 2 nömrəli çarx 110 dövr eləmir. 2 nömrəli çarxın neçə dişi var? 1, 2, 3, 4, 5, 6 dənə dişi yoxdur. 110-u vurursan 6-ya. Yəni bu 110 dövr eləyəndə 6 dənə diş daxil. 110-u 6-ya vursan 660 dəfə dişlər hərəkət eləməlidir. 660 dənə diş bir-birinə girib çıxmalıdır, belə deyək. Bir nömrəli dişli çarx neçə dövr etməlidir? Bir nömrəli dişli çarxın neçə dişi var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Cavab olur 660 bölünsün 8. O da eləyir 165 bölü. Çarxın bir dəfə dövrə ilə bütöv şəkildə fırlanması da, tam şəkildə fırlanması Bəli, eləsə tam də olsa. şəkildə fırlamaz, bəli. Başa düşdüm. Yəni sən ortalara zada baxmırsan. Bax. Çünki bu misal üçün bu 10 dənə, məsələn 50 diş bu belə deyil, bu 50 dənə diş hərəkət eləsə, bu da 50 dənə diş hərəkət eləməlidir. Deyirək 2 nömrəli çarxımız 110 dövr eləyirsə, bunun 6 dənə dişi var. 106 dənə diş 110 dəfə fırlanır. Yəni 110-u vurursan 6 olur 660. Deyir, bir nömrəli çarxı necə dövr eləməli? Bir nömrəli çarxın 8 dənə dişi yoxdur. 660-ı 8-ə bölürsən, eləyir 165 bölü 2. Yəni o da eləyir təxminən 82 qrup bir də yarım. Bu 110 dövr eləyəndə bu 82, 83 dövr eləyir təxminən. Belə bir şey olur. Aydındır. Olur belə. Biz pilləkən məsələlərinə baxmamışıq, baxmışıq onlara. Mənim yadıma gəlmir. Mən də Hı hı. yazmadım. Çox gözəl. Pilləkən məsələsi var. Bir dəfə qəbul olsun. Ehtimala aiddir. Nasıl bu buralarda? Aha, tapdım. Müəllim, o şey deyirsiniz, bir addım atır, iki addım arxaya düşür. Sonra Bəli. Yo, Belə bir o şey. başqadır, o asan versiyası. Bax, söhbət 37-ci sualdan gedir. Görürsünüz. Bu sual bir dəfə dövlət qulluğuna ki, bir dəfə də magistrın dimin sınağında istifadə olunur. Bilməm, deyəsən 2019-da, bilməm 18-dədir, belə bir şey olmalıdır. Oy, da hara getdim? Bitirdim o sualı. Yəni, buralarda. Kanalda şey, bu magistrındır. Aha. Söhbət 37-ci sualdan gedir. Hə, bax, sual belədir. Deyir ki, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir, ya da iki pillə qalxır. Dördüncü pillənin sınıq olması onun üzərinə çıxmağını mümkünsüz edir. Yəni, dördüncü pilləkən sınıqdır. Deyir ki, 10-cu pilləyə çıxmağın neçə dənə yolu var? Bu əslində çox sadə bir sualdır. Sadəcə burada bilərək sualın o bir mahiyyətini tutmalısan. Bu suallar haradasa demək olar Fibonacci oxşuyur. Yəni bu Fibonacci ədədlər ardıcılığı ilə getməlidir bu suallar. Biz oradakı Fibonacci-ni özün təyin etməlisən. Və nə tər olur? Deməli,
Bax, biz belə eləyirik. 10-cu pillərini istəmirik. Gəl yazıram. Aha. Bu olsun birinci pillə. Bu olsun ikinci. Üçüncü, dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu və bir də 10-cu pillə. Bunu yazdıq. Adam burada da döşəmədədir. Yəni, pilləkənin üstündə deyil. Deyir ki, hər dəfə ya bir addım hərəkət edir, ya da iki pillər al. Ya bir, ya da iki. 15 deyil, yox. Bax, dördüncü pilləkən sınırdır. Bura çıxmaq olmaz. Əslində, bax, çox rahatdır. Mahiyyətini bir dənə nə eləmək lazımdır? Tutmaq lazımdır. Bax, indi belə başlayır. Adam buradadır. Birinci pilləkənin üstünə çıxmaq üçün neçə dənə ehtimal var? Bir dənə. Bir dənə, hayır. Bəs ikinci pilləkəna çıxmağın neçə dənə ehtimal var? 2 dənə, 2 dənə. 2 dənə. Bunu necə tapırsan? Bax, ikinci pilləkəna sən ya bir üstə gəlib 1 kimi çıxacaqsan, ya da promo 2 kimi çıxacaqsan da, yəni ya buradan promoyu bura kullanacaqsan, ya da ki belə. 1, 1. Yəni bax, 2 dənə hal var. Ehtimal, yəni burada halları yazırsan. Yaxşı, biz üçüncü pilləkəna çıxmağın neçə dənə halı var? 3 ehtimal. 2 dənə. 3 dənə. Bax, üçüncü pilləkəna necə çıxa bilərsən? Ya belə gələrsən, bax, ya belə gedəcəksən. Bir halın bu. 1, 1, 1. Ya Sonra belə bir, iki. gedəcəksən. Bundan buna, ya da ki bundan buna. Düzdür? Yəni belə rəqəm olaraq belə olur. Bax, ya 1, 1, 1, ya 1, 2, ya da 2, 1. Düzdür? Üçüncü pilləkənin 3 dənə halı var. Bunun indi qısa yolunu deyəcəm birazdan sizə. Bunun olduğu 3 dənə yolu. Yaxşı, 5-ci pilləkəna çıxmağın neçə dənə halı var? Bir ehtimal oldu. Çünki sınırlı da ora bir addım atamır. Bu avtomatik 2 addım atmalıdır. 5-ə məcbur ancaq 3-dən gəlməlidir, hə? Normalda belə deyil, bax. 4-cü pilləkənin 0 dənə halı var da, düzdür? Baxın, bu artıq Fibonaccidir. Necə tapırsan? Bax, hər dəfə ya 1 addım, ya 2 addım qalxmırdı. Bax, mən bunu haradan bilirəm? 3-dür. 1 addım və 2 addım qalxıraq. Bax, bundan 1 addım geriyə qayıdın, bir də 2 addım geriyə qayıdın. Bunların cəmi nə eləyir? Görürsünüz, eləyir 3. Tamam. Bax, misal üçün, 4-cü pilləkənin təbii ki, basmaq olmaz, ora 0-dır. Yaxşı, bəs 5-ci pilləkəna çıxmaq üçün necə tapacaq? Bax, 5-ci pilləkəndən 1 addım geriyə qayıdın, bir də 2 addım geriyə qayıdın. Bunların cəmi nə eləyir? Eləyir 3. Yenə, çünki sən 5-ci pilləkəna gəlmək üçün məcbursan ki, 3-ə gələsən, 3-dən 5-ə tullanasan. 3-dən neçə də ehtimal varsa, burada da o qədər ehtimal var. Və yaxşı, bəs 6-cı pilləkənin üçün nə qədər ehtimal olacaq? Bax, 1 addım geriyə qayıdın, 2 addım geriyə qayıdın. Cəmi nələrdir bunların? Yenə 3. Bax, 7-ci pilləkənin üçün. Bax, 1 addım geriyə qayıdın, 2 addım geriyə qayıdın. Neçə ehtimal var? 6. 6. 8-ci pilləkənin üçün 1 addım geriyə və 2 addım geriyə qayıdın. Yəni, cəmi olur 9. 9-cu pilləkənin üçün 1 addım və 2 addım geriyə. Cəmi olur 15. 10-cu pilləkənin üçün də 1 addım geriyə və 2 addım geriyə. Cəmi olur 24. 10-cu pilləyə çıxmağın 24 dənə versiyası var imiş. Çətindirmi? Bəli, təbii ki, yenə baxacağıq. Yəni, burada məqsəd bilirsiniz, əsas belə deyək də, əvvəlki 2 dənələrə falan baxırsan. Niyə sırf 2 dənə? Çünki ya 1 ya 2 addım gedir. Şimdi bax, mən bir dəfə sualı dəyişdirirəm. Bax, sualı bir dəfə dəyişdirəcəm. İndi sualımız belə olsun. Baxın, sualımız olsun ki, yenə 10-cu pilləkəni istəsin. Bu dəfə ya 2 pillə qalxsın, ya da 3 pillə qalxsın, tamam? Ya 2, ya 3 pillə qalxsın. Ya 2, ya 3 pillə qalxsın. Məsələn, bu dəfə 5-ci pilləkən sınıfı olsun. Tamam? İndi, birinci pilləkəna çıxma ehtimalım nə qədərdir? 0. Düzdür? Birinci pilləkəna çıxma halım 0. İkinci pilləkəna çıxma ehtimalım 1 dənə. Yəni, promo 2-yə tullanan. Üçüncü pilləkəna çıxma ehtimalım yenə 1 dənə. Bir dənə başlanğıcları yazırsan.
İndi bax, dördüncü pilləkənin içində neyniyəcəm? Necə tutacam? 2 ilə 3 deyil, əvvəlki ikinci xanaya və əvvəlki üçüncü xanaya bax. Cəmi nələrdir bunların? 1. Çünki dördüncü pilləkəni basmaq üçün bir dənə versiyon var. De, 2 üstə gəlir 2 kimi. Ya bir dənə haldır da, bu başqa hal yox. Zaten bilirsən ki, 5-ciyə basa bilmirsən, sıfırdır. 6-cıya neçə dənə ehtimal olacaq onda? Bir dənə. 2 Ben bir dənə tane var, olur. Değil mi? 2 dənə. Ya 4-dən gəlməlisən, ya 3-dən. Yəni 2 də var, 3 tamam əvvəl. Bunlara baxırsan, olur 2 dənə. Bax, yəni 7-ci pilləkana nə qədər ehtimalın var? Bir dənə. Bir dənə, düzdürmü? Bu və bu. Toplayanda olur 1. 8-ci pilləkana 2 Üç dənə. tane olur değil mi bunda? 2 dənə AS olur. Əvvəlki ikincisi ilə üçüncüsünü cəmi Ha. edir 2 dənə. 9-a 1 ilə 2-ni toplayırsan olur 3. 10-cu pilləkən olur 2 ilə 1-ni cəmi edir yenə 3. Yəni bir 11-ci pilləkən istəsəydi misal üçün, hə? 11-ci pilləkən istəsəydi 3 ilə 2-ni toplayacaqdın 5. 12-ci pilləkən istəsəydi misal üçün 3 ilə 3-ün cəmi olacaqdı 6. Bax belə gedəcəkdi. Yəni 13-cü pilləkən olacaqdı 5 ilə 3-ün cəmi 8. Belə gedəcəkdi. Bir dənə burada soruşa bilərsiniz ki, 3-cü pilləkən niyə 1 oldu? Yəni başqa yoxdur. Axı sən ya 2 dama gedirsən, ya 3 dama gedirsən. Tamam? Yəni burada bunu 2 elədik, bunu da 3 elədik, elə bil. 3-cü pilləkəni tutmaq üçün bir dənə ehtimalım vardı onsuz da. Başqa Mən ehtimal yox. 3 dənə addımla verə bilər. Deyər ki, ya 1 addım, ya 2 addım, ya da 3 addım qalxır. Elə olar ya bilirsən. Ha, niyə olmasın ki? Onu da işləyərək bizimdir. Olar. Gözəl olsun. Mən o tam eləyərəm. Bax, burada indi baxırıq bu suala. Altıncı pillənin sınıq olması mümkünsüzdür. Yəni altıncı pillə sınıqdır. Deyir ki, çatma variantlarının sayı 2 rəqəmli ədəd olan ən alçaq pillənin nömrəsi neçədir? Yəni, çatma variantları 2 rəqəmli olmalıdır. Yenə rəqəmləri, pilləkənləri düzürəm. Birinci pilləkən, ikinci pilləkən, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və s. İstərsən 14-də sonra yazalım. Deməli, 6-cı pilləkən sınıqdır və mən hər dəfə neçə qalxıram? Ya 2, ya 3 pillə qalxıram. Ya 2 pillə, ya da 3 pillə. İndi birazdan onu 3-lü versiyasında işləyərik, problem yox. Bax, yenə birinci pilləkənin üstünə çıxma versiyamız 0-dır. 0 ha. Birinci oldu 0. İkinci pilləkənin bir dənə. Üçüncü pilləkən də bir dənə. Dördüncü pilləkəndən etibarən başlayıram ki, bax, əvvəlki 2 və əvvəlki 3 dənəsinin cəmi. Bunu ilə bunun cəmi olur 1. Bunu da qalmaq üçün əvvəlki ikinci və əvvəlki üçüncü cəmi eləyir bunları 2. Peki Fibonacci'dir, prosta əvvəlki ikisinin yox ha. Əvvəlki ikinci ilə üçüncünün Fibonacci'dir, belə bu söhbət. İndi 6-cı pilləkənimiz zaten 0. Bura 0-ı yazdın ki, həmişə qarışmasın. 7-ci pilləkən üçün, bax, əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi nədir? Bax, 3. 8-ci pilləkən üçün, əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi nədir? 2. 9 üçün, əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi yenə elədi 3. 10-cu üçün, əvvəlki ikinci ilə üçüncünün cəmi elədi 5. Yenə, əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi yenə elədi 5. Burada əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi elədi 8. Burada isə əvvəlki ikinci ilə əvvəlki üçüncünün cəmi elədi 10.
Cavab indi neçəymiş onda? 13 imiş. Çünki 13-cü həmişə cəm olur. 13-cü olur, o necə deyərlər, 10 nömrəli. İndi bu dəfə görüm, indi bu dəfə sualı belə eləyim. Bax, eyni sual olsun, eyni sual olsun. Bu dəfə adam ya 2 pillə, ya 3 pillə, ya da belə olsun, adam ya 1 pillə, ya 2 pillə, ya da 3 pillə qalxsın. Düzdür? Ya 1, ya 2, ya 3. Və indi yenə başlayıram. Birinci pilləyə bir halım var. İkinci pilləyə neçə dənə halım var? 2 dənə. 2 hal. Çünki ya 1, ya da promo 2 yapılır. Üçüncü pilləyə neçə halım var? 3 dənə. 3 dənə. Çünki Salam ikinci müəllim. pilləyə salam. Üçüncü pilləyə 3 dənə 1 olacaq. Bura 2 ilə 1, ya da 1 ilə 2. 4 Ya 6 da olacaq müəllim. 4 dənə. 4 dənə olur, 4 olur. Üçüncü pilləyə 4 Müəllim, dənə halımız olur. bunu mən indi qatıla bildim, üzr diləyirəm hesab Aha. edin. Bunu heç izah etməmiş kimi izah edə bilərsiniz. Bunu bu sualı yekunlaşdırırıq. Bunu biraz rekorduna baxarsan sən, olar elə. Başlasa Hə, mənə deyərsən. atacaqsınız rekordu bu Hə, gün. göndərəcəm. Çünki bu sual ki, başdan gedəndə ki, biraz uzun sualdır. Əslində Oldu, asandır çox ha. sağ ol. Ona baxarsan. Oldu. Baxsan başa düşəcəksən. Bax. Üçüncü pilləyə 4 dənə halımız var. Çünki bax, ya 1-1-1, ya 2-1, ya 1-2, ya da 3. İndi 4-cü müəllim 10 olur onda. Birinci, Uca ikinci, üçüncü. dördüncünü necə tapırsan? Əvvəlki birinci, ikinci, üçüncünün cəmi. Əvvəlki birincinin, əvvəlki ikincinin, əvvəlki üçüncünün cəmi nə olur? 7. Tamam, üçlü Fibonacci'də. Nə bilim, burada 5-ci bax. Əvvəlki birincinin, ikincinin və üçüncünün cəmi eləyir 13. 6-cı pilləmiz onsuz da basma olmur bura. Bura 0-dır. Hə, indi bax 7-ci pillə. Əvvəlki 1, əvvəlki 2, əvvəlki 3. Cəmi eləyir 20, misal. Belə gedəcəksin. Burada əvvəlki birinci, ikinci və üçüncünün cəmi eləyir 33. Burada birinci, ikinci və üçüncünün cəmi eləyir 53. Belə gedəcəksən. Yəni, pilləkən məsələlər bax belə olur. Dövlət qulluğuna bir dəfə düşür. Tamam. Yəni, belə baxanda sadə sualdır. Bu başqa versiyası olur, yoxsa elə bir versiya düşür bu? Əsas imtahanı düşür belə. Bayaq birinci başladı, 4-cü pilləkən sınıq olması. Magistrada da düşür belə. Dövlət qulluğuna. Və bu. Aydındır. Aha. Bu olur belə. Burada 19-cu sualı var. Gözəl bir sualdır əslində. Bax, deyir ki, 19 mərtəbəli binanın yük liftinin 2 dənə düyməsi işləyir. Bu düymələrdən birini çıxanda lift 4 mərtəbə yuxarı qalxır, digərini çıxanda 9 mərtəbə aşağı hərəkət edir. Komandaların icrası mümkün olmadıqda lift hərəkət etmir. Yəni, sən, nə bilim, 2-ci mərtəbədəsənsə, 9 mərtəbə aşağı, misal, 5-ci mərtəbədəsənsə, 9 mərtəbə aşağı baxanda da 1-ə düşmürsən də mümkün olmur. Olmayanda lift hərəkət etmir. Yük liftlə 1-ci mərtəbədən 6-cı mərtəbəyə mümkün olan ən qısa məsafədə qaldırılsa, onun hansı mərtəbələrdə dayandığını müəyyən edərək cədvəldə göstərilən mərtəbələrdə dayanılmasına bir uyğunluq təyin edin. Bax,
Deyir ki, yük birinci mərtəbədən 6-cı mərtəbəyə qalıb, ən qısa müddətdə qaldırılırsa, onun hansı mərtəbələrdə dayandığını müəyyən edərək cədvəldə göstərilən mərtəbə dayanıqlara uyğun olur. Aha, tamam, mərtəbələri təyin edəcəm. Başqa başlayaq, bayaqki sual kimi də pilləkən kimi gedəcək təxminən. Amma pilləkəndən daha rahat əslində. Bu, yəni adi bir sualdır məncə. Baxaraq nəyə? Bax, deyir ki, sən 19 mərtəbəli bina alır, düzdürmü? Gəl 19 dənə nömrə yazaq buna. Səhv yazdım, dəqiqə. Biz 19-dan geriyə gələk də belə. 19, 18, 17, 16, 15, 14, 13, 12, 11, 10, 9, 9, 8, 7, 6. Bunu yazdı. Bax, çətin bir şey yoxdur burada. Sadəcə bir dənə diqqətli olmaq lazımdır. Deməli, lift ya 4 mərtəbə yuxarı qalxır, ya da 9 mərtəbə aşağı düşür. Sən təbii ki, birinci mərtəbədəsən hal-hazırda. Sən hal-hazırda birinci mərtəbədəsən. İndi, sən bunu qaldırmalısan 6-cı mərtəbəyə. Bax, burada dayanmalısan. Məcbursan ki, necə eləyəsən? Birinci, bax, 4 mərtəbə yuxarı vuracam düymədə, düzdürmü? Belə gedəcəkdir. Bax, əvvəl birinci mərtəbədəyəm, düzdürmü? Gələcəm hara? 5-ə, düzdür? Birdən tullandım 5-ə. 4 mərtəbə yuxarı olur 5. Yenə 4 mərtəbə yuxarı qalxsam olacaq 9-da, düzdürmü? Məcburam ki, yenə yuxarı vurum da. 9-cu mərtəbədən 9 mərtəbə aşağı vurmaq olmur. Əgər 10-cu mərtəbədə olsan, 9 mərtəbə aşağı vursam, 1-ə düşəcək. İndi, 9-dan yenə 4 mərtəbə qalxsam olacaq 13-cü mərtəbə. 13-dən sonra var ha. 13-dən sonra sən yuxarı basarsan, yoxsa lifti aşağı. Lan aşağı basarıq da bir dəfə. Yox, yuxarı da olar, aşağı da olar, bilmirsən. Düzdür? Çünki 13-dən sonra gəl biz belə eləyək. Bax, eyni şey bir dəfə də yazıram. 1, 5, 9, 13, düzdür? Hə, 1, 5, 9, 13. Bu dəfə, bax, 13-dən bir dəfə yuxarı basacam, olacaq 17 normalda. Bu 17-dən sonra yuxarı basa bilməm. İndi bax, burada isə aşağı basacam. Bax, bu qalsın, bunu davam elətdirərəm. 17-dən sonra məcburam 9 mərtəbə aşağı. 17-dən 9 mərtəbə aşağı nə olur? Neçənci mərtəbəyə düşür? 8-ə, düzdür? 8, 9, 8-ə düşür, hə. 17-dən 9-u çıxanda olur 8. Hə, 8 mərtəbə. İndi burada məcbur yenə yuxarı qalxmalısan da. 4 mərtəbə yuxarı vuranda olacaq 12. 12-dən sonra sən yenə bilmirsən. Yəni, sən normalda 12-dən sonra yuxarı da vura bilərsən. 12-dən sonra, misal üçün, istəsən belə, bununla uzadıram indi, bax. Bunu 2 cür yazacaq. 12-dən sonra gəl bir dəfə yuxarı qalxaq, 16-ya qalxaq. 16-dan, məcbur aşağı çıxın. 16-dan 9 çıxıram, olacaq 7-ci mərtəbə. 7-dən yenə 4 mərtəbə yuxarı qalxacam, olacaq 11-ci mərtəbə. 11-dən 9 düymə aşağı, misal, burada da 2 dənə ehtimal ola bilər. Yuxarıda vura bilərsən, aşağıda, axırda cavabı çıxardar. Burada isə, bax, 12-dən dedik, yuxarı vurduq, aşağı da vura bilərəm. 12-dən 9 mərtəbə aşağı çıxanda olur 3-cü mərtəbə. Bu 3-cü mərtəbədən ancaq yuxarı 9 düymə vursan 12-ci mərtəbə. 12 nə idi? 4 düymə aşağı yuxarı. 3-ün üstünə 4 yanında olur 7. Aha. Yenə 4 düymə gələndə olacaq 11. 11-dən sonra, bax, yenə 11-ə gələcək. Daha da fırlatsan 11. Hə, biraz şeydir. Uzundur əslində, çətin. Bir dənə burada 4 üstə gəl, 4 çıx 9 söhbətləri var bir dənə. Bunlar yenə baxarıq, yenidən baxarıq. Burada 11-dən sonra
9 çıxıb üstünə 4 gələndə 6 eləyir də. ASO 11-dən 9 çıxsam eləyir ikinci mərtəbə. Üstünə 4 gələndə eləyir 6-cı mərtəbə. Və 6-cı mərtəbə bir ehtimaldan çatdı. Bu dəfə yenə 11-dən misal üçün belə eləyə bilərsən. 9 çıxıb 2, bu dəfə 2 gələrəm olar 13. 13-dən də promo 9 çıxaram 2 nə yəni? Yox. 15, 15-dən də promo gələrəm 6 yəni. Yəni bu ehtimal da ola bilər. 13-dən biz belə yuxarı qalxırıq. Bir dəfə aşağı düşək. 13-dən 9 mərtəbə düşəndə olacaq 4-cü mərtəbədə. 4-dən sonra təzədən 4 mərtəbə qalxanda olur 8, yenə 4 qalxanda 12. Hara fırlatsın bura gəlib çıxırdı yenə. İndi sual nədir? Lift mərtəbədə dayanıb dayanmaması. 14-cü mərtəbədə görürsünüz heç vaxt lift dayanmıyor. Düzdürmü? 14-cü mərtəbədə dayanmadığı dəqiqdir. Yəni bu 7A-ya. 17-ci mərtəbədə lift görsən heç vaxt bu ehtimallarda 17 yox. Yəni dayanmadığı dəqiqdir. 10-cu mərtəbədə aha. Bizdə 10-cu mərtəbə yoxdur axı buralarda. 14, Mən biz 17. 17-də dayanmadığın üçün dəqiq götürdük ki. Hə? Nə üçün 17-ni götürməliyik ki? 4 atanda 17-yə Aa, gəlirdi. 17 var burada gördüm. Hə, 17 var burada. 17-də bax dayanmış ola da bilər, olmaya da bilər. Görsən? Hə, 17 var, düzdür. Onu fikir vermədim. 17-də dayanmış ola da bilər, olmaya da bilər. B-yə gedir bu. 10-cu mərtəbədə dayanmıyor. Hə. 7-ci mərtəbədə lift bax mütləq dayanır. Hara fırlatsan lift mütləq o şeydə dayanmalıdır. İkisində də var çünki. Bax indi bu başqa cürə işləyəcəm mən sizlə. Hə. Dayandığı dəqiqdir D-də. Sonra bir dənə qaldı 3. 3-cü mərtəbədə də heç vaxt dayanmıyor. Yox, bir dəqiqə 3-cü mərtəbə. Hə, 3-də dayana da bilər. Bax burada dayanmışdı axı. 3-də dayana da bilər, dayanmaya da bilər. Yəni ola bilər, olmaya da bilər. B. Bir cavab var. D, A, C, B, Y. Hə. Çətindirmi? Bax bunu indi bir dənə də işləyəcəyik. Bir dənə linki yeniləyib, gözləyin. Bunu başdan bir dəfə daha fərqli üsulla işləyərik.